Hüquqi şəxsin fəaliyyətinin dayandırılması arayışının tərtib edilməsi və göndərilməsi barədə video təlimat. Bu video təlimatda istifadəçi tərəfindən hüquqi şəxsin fəaliyyətinin onlayn dayandırılması üçün arayışın tərtib olunması və göndərilməsi prosesi əks etdirilir. Bunun üçün İnternet Vergi İdarəsinin New e-Taxes.gov.az portalına daxil olmaq lazımdır. Asan imza, SIMA token və ya SIMA imza gücləndirilmiş elektron imzaların birindən istifadə etməklə daxil olmaq lazımdır. Elektron kabinetinə daxil olan istifadəçi ilk növbədə yeni pəncərədən ərizələr modulunu seçir. Daha sonra hüquqi şəxsin fəaliyyətinin dayandırılması arayışının təqdim olunması ilə bağlı yeni ərizə xanasına müraciətə uyğun arayışın adı yazılaraq, axtarış nəticəsində ekranda adı əks olunan arayış forması yaxud hamısına bax düyməsi vasitəsilə yeni açılan pəncərədə müvafiq arayış forması seçilir. Açılan ekranda vergi orqanı, vergi ödəyicisi və rəhbər barədə məlumatlar avtomatik olaraq əks etdirilir. Fəaliyyətin və əməliyyatların dayandırıldığı tarix xanasında fəaliyyətin və əməliyyatların dayandırıldığı tarix göstərilir. Fəaliyyətin və əməliyyatların dayandırıldığı son tarix xanasında fəaliyyətin və əməliyyatların dayandırıldığı son tarix qeyd edilir. Fəaliyyətin dayandırılmasının əsas səbəbi xanasında əks olunan siyahı üzrə fəaliyyətin dayandırılmasının səbəbi seçilir. İcarəyə götürülmüş daşınar əsas vəsaitlər xanasında icarəyə götürülmüş əsas vəsaitlərin olub-olmaması qeyd edilir. Ödəyicinin aktivləri xanasında ödəyicinin aktivlərinin olub-olmaması qeyd edilir. Daha sonra növbəti düyməsi sıxılır. Növbəti düyməsi sıxıldıqdan sonra istifadəçinin bu əməliyyatdan imtina etmək imkanı var. İmtina düyməsi sıxıldıqda yenidən əvvəlki pəncərəyə geri qayıdılır. Bu zaman ekranda əks olunan sil düyməsi sıxılmaqla arayış forması silinə və ya əksinə əməliyyatdan imtina edilə bilər. Qaralamada saxlanması və daha sonra göndərilməsi üçün isə qaralamada saxla və çıx düyməsi sıxılır və ərizələr qaralamalar bölməsində əks olunur. Arayışın göndərilməsi üçün aktivləşən imzala və göndər düyməsi sıxılmaqla arayış forması imzalanır və göndərilir. İmzalama əməliyyatından sonra yeni pəncərədə istifadəçi tərəfindən doldurulmuş məlumatlara uyğun arayış forması və onun göndərilməsi barədə bildiriş ekranda əks olunur. Həmin pəncərədə çap düyməsi vasitəsilə arayış çap edilə, endir düyməsi ilə yüklənə bilər. Bağla düyməsi isə pəncərəni bağlamaq üçün nəzərdə tutulur. İstifadəçi tərəfindən göndərilən hüquqi şəxsin fəaliyyətinin dayandırılması arayışı göndərilənlər qovluğunda əks olunur və bu hissədə arayışın statusu barədə məlumat qeyd edilir. Bu hissədən də istifadəçi tərəfindən endir düyməsi vasitəsilə arayış yüklənə, çap düyməsi ilə çap oluna bilər.